Evladınıza yedirdiyiniz bir paçka cipsin içərisində təxminən 30 milliyə qədər kanserogen trans yağ olduğunu bilirdinizmi? Belə ki, evladınıza sevərək aldığınız və yedirdiyiniz cips paketlərinin içərisində təxminən 30 milliyə qədər bir paçkada trans yağ vardır ki, bu yağlar kanserogendir və uşaqda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilir. Bu yağlar uşaqda mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilir və bir paçka cipsin içərisində olan qatqı maddələri, aşırı duz yükü uşaqda böyrəyin yüklənməsinə, qan damar sisteminin zədələnməsinə və gələcəkdə ürək qan damar sistemi xəstəliklərinin, arterial hipertenziya, qan təzyiqinin yüksəlməsi kimi bir xəstəliklərin yaranmasına da səbəb ola bilir. Hətta 30 milliyə qədər trans yağ da uşaqda kanserogen bir faktor olduğuna görə evladınıza bu cipsləri qətiyyən yedirməyin. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.